Mən Əli Həşimli Neftun ailəsinə 2015-ci ilin noyabr ayında Neftun Həzəsson filialında ambardar kimi qoşuldum. O zaman sadəcə işləməyə gəlmişdim. Amma zaman keçdikcə bu yer mənim üçün sadəcə bir iş yeri deyil, bir həyat məktəbinə çevrildi. 2019-cu ildə Neftun Həzəsson filialında administrator kimi fəaliyyətə başladım. Bu mərhələ özümü sınamaq və daha da inkişaf etdirmək üçün bir fürsət oldu. 2020-ci ildə 28 may filialında administrator kimi fəaliyyətə başladım. Bu illər ərzində qazandığım təcrübə məni idarəçiliyə bir addım da yaxınlaşdırdı. Və nəhayət 2023-cü ildə 28 may filialında mağaza müdiri kimi yeni mərhələyə başladım. Hal-hazırda 2024-cü ildən etibarən Ağşəhər filialında mağaza müdiri kimi çalışıram. Hər gün bu komandanın bir üzvü olmaqdan qürur duyuram. Bu illər ərzində öyrəndiyim ən vacib dərs budur. Əgər istək və əzm varsa, hər kəs yüksələ bilər. Mən Neftunda sadə bir işdən başladım, amma bugün minlərlə müştəriyə xidmət edən bir komandanın rəhbəriyəm. Nə yaxşı ki, Neftundayam.